Hörmətli xanım sədr, Azərbaycanın penitensiar müəssisələrində infeksion xəstəliklərlə mübarizədə əldə edilmiş uğurlarımız Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq kompendium və nominasiyalarında ən yaxşı təcrübə kimi təqdim edilir. Xüsusilə cəzaçəkmə yerlərində vərəmlə mübarizə tədbirlərimiz dünyada ən yaxşı nümunədir. Belə ki, 2024-cü ildə penitensiar sistemdə dərmana həssas vərəm üzrə 96% sağalma ilə müalicənin effektivliyi Ümumdünya Səhiyyə Təşkilatının hədəflərini üstələyib. Ölkəmizdə məhkumlar arasında vərəmdən ağırlaşmalar, ölüm halları xeyli sayda 100 dəfələrlə azalıb. Xəstələnmə isə 2005-ci illə müqayisədə 5 dəfə azalıb və bu azalma tendensiyası davam edir. MDB məkanında ilk və tək beynəlxalq statusda Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşlıq mərkəzi Azərbaycanda məhz penitensiar sistemdə açılmışdır. Bu mərkəzdə bugünədək Azərbaycanın təcrübəsini 23 ölkədən 200-dən çox mütəxəssis öyrənib. Bundan başqa məhkumların müalicəsində Ümumdünya Səhiyyə Təşkilatının hər zaman ən son tövsiyələri tətbiq edilir və hepatit C müalicəsi üzrə ilk dəfə cəza çəkmə müəssisələrində məhkumlar üçün bu müalicə təşkil edilmişdir. 2023-cü ildən bəri də hepatit C müalicəsi üzrə də 90%-ədək sağalma əldə olunub. Bu qədər uğurları ölkəmizə qazandıran dövlətin ardıcıl qayğısı, təminatları və savadlı kadrlarımız olmuşdur. Bu baxımdan tibb kadrlarının bu sahədə çalışmağa meyl etməsini stimullaşdırmaq məqsədi ilə əlavə tədbirlər də görülə bilər.